Keçən dəfə belə bir söhbət açdım ki, Cənubi Azərbaycan məsələsi, yəni İrandakı Azərbaycan məsələsi nağıl məsələdir. Burada güya 35-40 milyon adam var, güya bunları hamısını dəstəkləyir. Bu hərəkatı müstəqil olmaq və hətta Azərbaycana birləşmək. Və mənə çoxlu rəylər gəldi. Təbii ki, hamısı Azərbaycandan gəlir. İran tərəfi məsəl üçün İrandakılar deyir ki, bu belədir. Hətta özünə Azəri deyən, özünə türk deyən, özünə İranlı deyən, Azərbaycanca danışan insanlar belə bunu təsdiqlədi. Yəni Twitter səhifəmdə və digər yerlərdə. Ki, burada elə bir adam yoxdur ki, öz müstəqilliyini istəyir və hətta Azərbaycana birləşmək istəyir. Hətta özünə türk deyənlər belə buna qarşıdır. Amma burada daha çox problem var. Burada daha çox problem var və mən bunu həm də sübutları ilə birbaşa bu gün göstərmək istəyirəm. Bir qədər fərqli formatda bugünkü verilişi aparacağam. Gəlin, yəni danışmaqdansa göstərim. Yəni bir deyir 1000 dəfə danışmaqdansa bir dəfə göstər məsələsi var. Gəlin burada mən sizlə bir-bir bu məsələləri paylaşım. İlk olaraq baxın, mən sizə burada çox məşhur olan, yəqin ki, sizin də gördüyünüz bir məsələni paylaşmaq istəyirəm. Bax, bu Günas TV-dir. Bunların səhifəsi var Facebookda və mən ən sonuncu paylaşımlardan birini açmaq istəyirəm. Burada baxaq görək bunları kim like eləyib. Baxın, bu Günas TV-dir. Açmışam Facebookda, özünüz də girib baxa bilərsiniz. Like eləyənlərə baxın. Fərhad Musayev, El Hüseynov, Qaraçay. Tici Qaraçay bu Türkiyə Cümhuriyyətindəndir. Samir Nağıyev, Fuad Hacıyev, biraz aşağıya gedək. Hüseyn Tağzadə, Maxarat İmranoğlu, hətta Rus Kirillə yazıbdı bunu. Zəngəzur Azərbaycanda, başqa bir dənə separatçımız. Araz Obalı, bəlkə bu Günas TV-də işləyirmiş, bu da özü imiş. Simon Relay, heç bilmirəm bu kimdir. Gülsüm Hüseynova, Elmar Məmmədov, Frid David, Elmar Ayaz Nəsibov, Rüstəm, Vüsal Rüstəmov, Lamiyə Nihal Ulubə Türkiyədəndir. Baxın, Kuş adasındandır. Elvin Məmməd, Azərbaycan. Hamısı Yev ya da Türk adı iləndir. Yəni baxın, bunların hamısını özünüz bir-bir girin baxın. Hamısı ya Azərbaycandandır bu adamlar, ya da Türkiyədəndir. Yəni adda budda bir-iki nəfər taparsınız ki, bu həqiqətən də İrandan girib bunu yazır və yaxud da İrandan başqa yerə köçübdü vaxtı ikən bu haqda yazmağa başlayır. Və bütün statuslar belədir. Yəni mən bir-bir burada vaxt aparmaq istəmirəm. Girin özünüz baxın bir-bir. Yəni mənə inanmırsınızsa. Yəni burada sual olunur indi. Bunu bəyənən Azərbaycan və Türkiyədəndir. Komment yazanlar da baxın, yəni komment var, 28 dənə komment burada var. Komment yazanlar da hamısı Azərbaycan Türkiyə, Azərbaycan Türkiyə. Baxın. Hətta Rus adları belə var. Mən amma bir dənə İranlı burada görmürəm. Bir dənə olsa da bu çox şey dəyişməyəcək, onu da deyim sizə. Yəni 99% Azərbaycan və Türkiyədəndir kommentlər. Və ola bilər ki, kimsə hansı İranlı Azərbaycanda yaşasın, Türkiyədə yaşasın, o like eləsin, o komment yazsın. Belə bir fakt da çox az saydadır. Yəni real olaraq burada 2 nəfər bəlkə İrandan çıxmış adamdır, komment yazan ümumiyyətlə yoxdur. Like eləyəndə ikisi İrandan çıxmış adamdır. Digər məşhur bir Azərbaycan bloqeri var. Gəlin onu da paylaşım sizdən. Bu Arsalan Çehrəqanidir. Bunun danışdıqlarına bir dənə siz qulaq asın. Çox xahiş edirəm. Bir dənə dinləyək bunu. Bilmirəm eşidiləcək yoxsa yox. Birinci dəfədir bu formatdayım, amma mən sizə izah eləyəcəm nə danışır. UNPO meselesini geçen açmıştım size. Bizi rapor şikayet edipler ki ırkçılık edirik biz. İnsanlığa karşı hem suç işlerir. Ne mene demişik? Şu orada misafir şüklere Urmiye'den çıkmasalar otobüslerle götürecek, kaytaracak Doğu Erbil'e. Tabii ki Amerika'da, Texas'ta Governor Abbott, gidin bakın gerizekalılar. Buradaki illegal bütün o gelenleri otobüslere mindirip o demokrat senatörler şu var desteklediler. Bizim Nancy Pelosi'ydi. Onun evin kabağına gönderdiler. Sen bu belgesiz ondan sonra ve düzensiz göçmenlere istersen... Çox danışdırmayım. Adamın yəni savad dərəcəsi sıfırdır, bunu deyim. Nə danışdığını deyim sizə. Bəlkə də səsi eşidilməyib və yaxud da ləhcəsi aydın deyil sizə.
Adam deyir ki, bunların UNPO deyilən bir yer var, yəni BMT-nin tanınmayan millətlərə aid yeri. Bunları şikayət ediblər ki, e, bunlar İrandan kürdləri qovmağa səsləyir. Yəni təsəvvür edirsiniz, kürdlər buranın tarixi vətənidir, bu kürdlərin, talışların, İranlıların və bunlar onları deyir ki, qovmaq lazımdır bizim yerimizdən, Təbrizdən filan yerdən qovmalıyıq bu adamları. Və bunlar şikayət ediblər ki, qardaş, bunlar BMT-də təmsil olunur, BMT adı bir qurumda və bizi buradan qovmağa çağırırlar. Bu faşizmdir açıq-aşkar. Və bu adam da müdafiə eləyir indi. Deyir ki, biz düz danışmışıq. Və bunu əlaqələndirir ki, Amerikada illegal immiqrantların qovulması ilə. Hansı ki, illegal immiqrantlar bura gəlmə adamlardır. Yəni sonradan gəlib qanunsuz yolla gəlib sərhədi keçib gəlib və qanunsuz olaraq orada məskunlaşıbdı və qanunla onları çıxartmağı istəyirlər. Amerikada da hələ bu mübahisəlidir. Bu qanunidirmi, yoxsa deyilmi? Yəni bu tamam başqa bir mövzudur. Oradakı kürdlər yerli əhalidir. Yəni yerli İrana məxsus əhalidir. Və məsələ bundadır ki, bu Arslan qardaşımızın, Arsalan qardaşıdır, dəqiq adını deyə bilmirəm. Özü Amerikada immiqrantdır. Yəni təsəvvür, özü Amerikada gəlmədi. Özü Amerikada gəlmədi. Və özü deyək ki, türkdür, hansı ki, türklər də tarixi olaraq İrana sonradan köçmüş əhalidir. Və deyir ki, mən bura gəlmişəm, Azərbaycana gəlmişəm, çıxmışam Amerikada zor həyatımı yaşayıram və istəmirəm ki, indi İranda kürd olsun. Kürdləri avtobusa doldurub qovmaq lazımdır. Yəni belə bir insan sonra gəlib bizə insan haqlarından, bizi sıxırlar, bizi öldürürlər, danışırlar. Təsəvvür edin ki, Amerikada siz 4-5 nəsildir bir yaşayırsınız bu Amerikada və dünən bir adam gəlir, deyir ki, qardaş, sən buradan çıxıb getməlisən. Çıx get buradan. Bax bunun kimi adamlardır. Misal üçün indi bu uşağı olacaq, falan olacaq. O uşağı qayıdıb deyəcək ki, Amerikalıya sən çıx get buradan. Bura mənim yerimdir. Bu o tipdə adamdır yəni. Təsəvvür eləyirsiniz? Yəni bir Kürd, bir Talış, bir Fars buna yurd verib ki, gəl sən də məndən yaşa, bir qabağa get, ki dövlət idarəsində işlə, təmsil olun. Və bu gün bu adam deyir ki, bunlar mənim yerimdən çıxmalıdır və bunu da mənasız, əlaqəsiz bir şeylə müqayisə edir. Hansı ki, Amerikaya illegal gəlmiş vətəndaşlarla və vətəndaş deyirəm, insanlarla müqayisə edir. Halbuki bunların heç birinin bir-birinə əlaqəsi yoxdur. İndi siz mənə deyin, yəni belə adama İran hökuməti nə etməlidir? Mən İran hökumətini xoşlamıram. İran hökumətinin siyasətini də xoşlamıram. Amma misal üçün Amerikada belə, yəni bu tip adamları, yəni kimsə gəlib Amerikalıya desə ki, qardaş, mən dünən gəlmişəm bura, sən çıx get buradan. Belə adamların başına güllə vurub öldürərlər. Yəni təsəvvür edirsiniz, belə bir şey var burada. Yəni adama deyirlər ki, get işinlə məşğul ol. Nə danışırsan sən? Bu adam gəlib Amerikadan oturub, mən də Amerikadan oturmuşam, söhbət bundan gedir, amma mən burada irqçilik eləmirəm. Kiməsə demirəm ki, hardansa qovmaq lazımdır, falan eləmək lazımdır. Demir də xoşu gəlməyən getsin falan beşməkin bunu da desə dərd yarar. Deyir ki, avtobusa mindirib yola salmaq lazımdır bu adamları. Sən kimsən ha qardaş? Sən kimsən? Kürd də sabahsı gün, Talış da sabahsı gün, Fars da sabahsı gün sənə deyəcək ki, qardaş, xoşuna gəlir, yəni tarixçidən zətdən danışırsan, sən bura gəlməsən, sən çıxıb getməlisən. Həm tarixi baxımdan belədir, həm də insan haqları baxımından belədir ki, sən oturmuş vətəndaşı sən necə deyə bilərsən çıx get burdan? Qanunla səni orada həbs etməlidirlər buna görə. Yəni İranda bu dəqiqə demokratik hökumət olsun, insan haqlarının işlədiyi hökumət olsun, sənə orada həbs düşəcək. Həmin qanunlarla sənə həbs düşür bu sözvə görə. Sən çünki yerli bir vətəndaşın avtobusa mindirilib ölkədən çıxarılmasını istəyirsən. Buna həbs düşür. Bu irqçi bir ifadədir. Bu belə. İndi digər bir məsələni gətirmək istəyirəm. Ondan sonra baxın bu adam yenə də burada bir paylaşım edib və baxın bunları bütün Cənubi Azərbaycan kimi göstərib. Qardaş, Gilan əyaləti Talışlardan ibarətdir. Bax, bura qədər Talışlardan ibarətdir. Yarısı Talışdır, Gilandan daha böyükdür. Digər tərəflərdə Giləklərdir. Sonra Şərqi Azərbaycan. Şərqi Azərbaycanda bəli, Azərbaycanlılar özünə türk deyənlər var, amma bunlar bəziləri özünü Azərbaycanlı deyib özünü İranlı sayır.
Bəziləri deyir ki, biz Azəriyik, nə İranlıyıq, nə türküyük, biz burada qədimdən qalmışıq. Bəziləri deyir ki, biz türküyük. Bəziləri deyir ki, bəli, biz Azəri türküyük, amma İran hökumətinin tərəfindəyik. Burada bu əyalətdə, yəni Azərbaycana gedək birləşək, vaxtda müstəqil dövlət olaq deyən insanlar 500 min dolar olmaz. Bundan artıq bir şey yoxdur. Sonra Qərbi Azərbaycan əyaləti bu kürdlərdən ibarətdir. Burada böyük çoxluq kürddür. Böyük bir çoxluq var kürdlərdən ibarət. Azərbaycanlılar da yaşayır. Eyni qayda ilə hətta talışlarda tapmaq mümkündür. Hətta Şərqi Azərbaycanın özündə belə talışlar 3-cü ya 4-cü etnik qrupdur mənim bildiyim qədərilə. Burada çoxlu fars da var, kürd də var, talış da var. Yəni bura təkcə Azərbaycan özünə türk deyənlərdən və ya Azərbaycanlı deyənlərdən ibarət deyil. Yəni türklər özü müstəqillik tərəfdarı və ya Azərbaycanla birləşmək istəyənlər belə burada çoxluq deyil. Yəni çoxluq deyillər. Azərbaycanlı çoxluqdur özünə Azərbaycan deyən, Azərbaycanca danışan. Amma türkçü özünə deyən, türkən deyən və Azərbaycana birləşən, müstəqil olan deyənlər yoxdur. Qardaş, Zəncandır, Kirmanşahdır, Həmədandır, Qəzvindir. Bura Tehran əyaləti, Qum əyaləti, bunların sizinlə heç bir aidiyyəti yoxdur. Burada belə bir söhbət yoxdur. Ola bilər, yəni bir-iki nəfər köçüb sizdən orada qatıq-qatıq danışır. Yəni sizin kimi qatıq söhbətlər eləyir, amma burada bu yerlərdə ümumiyyətlə Azərbaycanın çoxluğu yoxdur belə bir söhbət. Ümumiyyətlə söhbətin ucu yoxdur burada. Və hanı siz bəyənənlər? Yenə də baxın, bu bəyənən adamlara baxın. Yenə də Türkiyə, Azərbaycan, Türkiyə, Azərbaycan. Yəni bu fikir İranda böyük bir qüvvəsi olsun, arxasında bir güclü bir insani dəstək olsun, səbəblər olsun. Belə bir şey yoxdur. Digər bir məsələyə keçmək istəyirəm. Baxın, bu Araz Elsəsdir. Videonu başdan sizə göstərim. Araz Elsəs özünü müstəqillik, sonra da Azərbaycan birləşmək tərəfdarı kimi göstərir. Bunun sözlərinə qulaq asaq, bəlkə də eşidilməyəcək, bilmirəm, amma mən sizə biraz təkrarlayacağam bu nə söhbətlər eləyir. İstəmirəm Güney Kore kimin, Kuzey Kore kimin bir taleyi yaşayır. Güney Kore, Kuzey Kore. İki devlet. Kimileri bağırır der Güney Azerbaycan Cumhuriyeti. Ne Cumhuriyeti kardeşim? Ne Güney Azerbaycan Cumhuriyeti? Güney Azerbaycan İran'dan kurtulacak, Arazın otayla birleşip bütün büyük Azerbaycan yaratacak. Budur. Bugün İran Kürtleri, Irak'taki Kürtlerin bayrağını götürüp bütün etkinliklere o bayrakla, bir bayrakla katılıyorlar. Bir bayrakla. Bizimkiler teşkilat bayrağı diye yok. Lütfen bizimkilere dostlarımız edin. Çıkanda teşkilat bayrağıdırsa, bütün Arazın o tayında dalgalanır bu şanlı bayrağın çok yakında güneyde dalgalanacak. Bura baxın indi. Bilmirəm, hardan başlayaq, hara keçək. Baxın, adam deyir ki, Azərbaycana birləşmək istəyirik. Xub, tamam. Haqqındır sənin, birləşə bilərsən. Bu digər qardaşdan daha belə deyim, samballı danışır. Ən azından belə qırğaq, tökək, kimsə qovaqdan danışmır. Ən azından. Amma Azərbaycan tərəfini tutur. Tamam, Azərbaycan Norveçdimi? Azərbaycan Kanadadımı? Azərbaycan ABŞ-dımı? Nə ölkədə ki, nəyə də birləşəcəksən? Bu birinci məsələ. İkinci məsələ, Azərbaycanda talışlar da türklərin özlərinin dalına dubinqa soğurlar, qardaş. Bura birləşib necəsin? İrandan daha 5 bətər yerdə, iqtisadiyyatı daha 5 bətər gündədir. Neftdən bir dənə neftin üzərindədir. Sanksiya zad yoxdur, bir şey yoxdur. Bir dənə neftin üzərində əhali kasıb yaşayır. Sən bura birləşib nə edəcəksən, ha gözüm, qaşım, ha gözəl insan. Nə edəcəksən? Digər tərəfdən Azərbaycanda bu insanları dəstəkləyənlər var. Qardaş, bu söhbətlə də talışlardan bəzi insanlar var ki, İrana birləşmək istəyir, ləzgilərdən bəzi insanlar var ki, Rusiyaya birləşmək istəyir, bəziləri ümumiyyətlə deyir, ləzgilər müstəqil dövlət olsun, talışlar müstəqil dövlət olsun. Bu söhbətdən də onlar haqlıdır. Belə danışaq. Əyri oturaq, düz danışaq. Yəni, siz bunu qəbul edirsinizsə, onda digərlərini də qəbul etməlisiniz. Əgər siz deyirsiniz, hansısa ölkəni işğal eləməyək, separatçılıq eləməyək, hə, sizə də bu aiddir. Amma Azərbaycanda belə insanları dəstəkləyənlər başa düşməlidir ki, onlar həm də bizə qarşı siyasi əsaslar yaradır. İran hökuməti indi bir yığın mağbunun əlindədir. Amma Sabahsın orada demokratik hökuməti olanda
Sizin gözünüzə, qaşınıza baxmayacaqlar ya qardaş. Bu mağmınlar kimi sizə baxmayacaqlar. Konkret qoyacaqlar ki, qabağınıza siz bizə bu qədər separatçılıq eləyirsiniz 30 ildir, 40 ildir. İndi biz sizə qarşı başlayırıq. Və buna eləyəcəklər. Bunu yadınızda saxlayın. Digər tərəfdənsə, mən təkrar qayıtmaq istərdim bu xəritə məsələsinə. Xəritədə də görürsüz, yəni o Azərbaycanlıların separatçılıq eləyən və Azərbaycan birləşmək istəyən Azərbaycanlıların böyük hissəsi İranın ortasındadır. Onların nə səhiyyəsi var, nə düzəməlli bir iqtisadiyyatı var, istehsal sektoru yoxdur, savadlı adamlar çox aşağı səviyyədədir. Yəni bunlar Azərbaycanı birləşdirib problemdən başqa bir şey gətirməyəcək. Lap deyək ki, oradakı tamam da yəni 10 milyondur, 30 milyondur, 40 milyondur. Birləşdiniz qardaş orada. Tamam. Birləşdiniz, gəldiniz Azərbaycana. Azərbaycan nə gün görüb ki, siz nə gün görəsiniz, qardaş? Görsə nə olacaq? Lap bunun reallıq sayaq. Yəni bu söhbətlər hamısı qatıq söhbətlərdir. Yəni mən bunun başqa ifadəsini bilmirəm necə tapım. Azərbaycanda bu söhbətdə enerji xərcləyən adamlar da qatıq adamlardır. Yəni bu adamlar propaganda altında böyüyən qatıq adamlardan ibarətdir və belə məsələlərlə biz öz vaxtımızı, enerjimizi tükətməməliyik. Azərbaycanın özünün problemləri var, həll olunmalıdır. Biz onlara fikir verməliyik. Biz onlara fikir verməliyik və köklənməliyik. Bu İran-Azərbaycan məsələsi isə boş söhbətdir və insanlar öz vaxtını, enerjisini buna sərf etməməlidir və bu insanlara dəstək vermək yerinə, boş-boş onlara dəstək vermək yerinə gedin Azərbaycan üçün, öz insanınız üçün nə isə edin. Gedin özünüzdə pozulan haqlardan danışın. Belə.